Salam əziz şagirdlər. Biz bugün sizinlə ilk coğrafi biliklərin toplanması mövzusu haqqında danışacağıq. Minilliklər ərzində insanlar təbiətdə məskunlaşaraq onu öyrənməyə və tədqiq etməyə nail olmuşlar. Qədim ovçular heyvan sürülərini izləməklə, əkinçilər yeni əkin sahələri əldə etməklə, maldarlar isə otlaq sahələrini genişləndirməklə yeni ərazilər mənimsəmişlər. Digər ərazilərə maraq onların tələbatından irəli gəlirdi. Yeni məhsuldar torpaq sahələri və təbii sərvətlərin əldə edilməsinə, digər ölkələrlə ticarət əlaqələrinin qurulmasına və s. ehtiyaclar artırdı. İnsanlar istiqamətləri təyin etməyi öyrənir və ondan istifadə edərək daha uzaq səfərlərə çıxırdılar. Səyahətlər zamanı insanlar əldə etdikləri məlumatları tikililərin, müxtəlif əşyaların üzərində simvol və işarələrlə göstərmişlər. Bəzi biliklər isə əfsanə və nağıllar vasitəsilə müasir dövrə gəlib çatmışdır. Yazısı meydana gəldikdən sonra coğrafi biliklərin ötürülməsi kitablar və sadə xəritələrin köməyi ilə mümkün olmuşdur. Qədim Çin, Hindistan, Misir, Yunanistan və digər ərazilərdə yaşayan xalqların coğrafi biliklərinin inkişafında xidmətləri böyük olmuşdur. Məsələn, eramızdan əvvəl Çində kompasdan istifadə edilməsi haqqında məlumatlar var idi. Avrasiyanın mərkəzi hissəsinin öyrənilməsində qədim türklərin rolu böyükdür. Onlar Böyük gölün, Altay və Sayan dağlarının, Yenisey çayının yuxarı axarlarını və s. ilk kəşf edənlər olmuşlar. Türklərin əcdadları sayılan Hunlar qərbdə Dunay çayına qədər irəliləmişlər. Yer haqqında biliklərin toplanaraq tədricən coğrafiya elminin yaranmasına və inkişafına səbəb olmuşdur. Əziz şagirdlər, bizim sizinlə mövzumuz burada yekunlaşır. Növbəti dərslərdə görüşmək ümidi ilə.